Herkese salam dostlar, ben Reşit. Bugün sizlere dostlar gördüğünüz gibi yeni bir video ile karşınızdayım. Bu videoda otak vlog eləyəcəyik və öz YouTube'da işlətdiyim ləvazimatları sizə göstərəcəm. Çox adam yazır ki, otak vlogu çək, ekipmanlarını bizə göstər və bu videoda ekipmanlarımın hamısını sizə göstərəcəm. Sizin soruşduğunuz hər şeyi bir videoda göstərəcəm. Bu videoya sizlərdən 2000-3000 like gözləyirəm. Əgər öyrənmək istədiyiniz suallar varsa rəy bölməsinə yaza bilərsiniz və ya göstərmədiyim bir şeylər ola bilər. Onları da rəy bölməsinə yazsaz digər videolarda göstərəcəm. Və dostlar, videoya keçmədən əvvəl də belə bir şey demək istəyirəm. Bundan əvvəlki videoda mən demişdim ki, komment yazanların adlarını oxuyacağam. İndi isə onların adlarını oxumağa başlayaq və indi isə bu şəklin altına baxın, bu şəklin altına komment yazanların adını oxuyacağım gələcək videolarda və Instagramı da belə göstərim sizə. Onsuz burada çıxdı yazısı. Baxın, burada çıxdı yazısı. Otaqdan gələndə baxın, burada bunun qapısı var, belə göstərim. Belə qapısı var. Baxın, bu qapıdan belə keçəndə indi otağı görürsünüz. Belə mən girəndə otağı belə görürəm hal-hazırda. Otağın belə aşağı hissəsində belə bir xalça var. Üstündə qırmızı belə telefon yeri kimi bir şey var. Üzərində telefon yazılıb, baxın, telefon. Sonra belə bir xalçadır. Bunun sol tərəfində qırmızı bir oturmağa divan var. Video çəkəndə də arxamdan görünür. Belə bir divan və emoji yastıqları var. Baxın, 3 dənə. Bəlkə bunları artıraram belə. 5 dənə eləmək fikrim var, amma yəni bahadır, belə ucuz deyirlər. Bunun biri 8 manat, yəni 8 manata dəymir. Mən bunu 8 manata almamışam. AliExpress'dən ucuz almışdım, Çindən. Zakaz eləmişdim. Elə bir videomda var onsuz. Sağ tərəfində, ən axırda danışacağım sağ tərəf haqqında. Bu tərəfində belə bir yataq var. Bunu da videolarımdan görmüşsünüz onsuz. Belə bir yataq. Normal bir yataq var. Sonra bunun bu hissəsində belə bir gitara var. Məndə təxminən 3 ildir var. Baxın. Uğurlu gitara. Sonra bunun belə sol tərəfi deyil, sağ tərəfində belə bir qutu var. Sonra bu yatağım var belə, normal bir yataq. Bunun altında var, altını açaq bunun. Altında bunun mənim işlətmədiyim şeylər. Burada bir rol var, VR box var. Əslində işlədirəm, sadəcə böyük deyə yer aparmasın deyə bura qoyuram. Orada da hamısı qutular var, çoxlu. Başqa heç bir şey yoxdur burada. Sonra bunun bu tərəfində belə bir çanta var. Bu çantanı mən bir yerə gedəndə içində kameramı falan aparıram. Bunun içində kameradır, mikrofon da onun içində aparıram həmişə. Sonra bu tərəfdə belə bir, bunun adı nədir? Paltar qoymaq üçün. Yəni paltarı çıxardığında bunun üstünə asırsınız belə. Sonra bu tərəfində belə bir şkaf var. Şkafdır bu. İçində də normalda kimi bir paltarlar. Sonra burada danışacağım belə bir şeylər yoxdur. Bunun üst tərəfində baxın, mən kompüter kasamın bunun qutusudur. Saxlayıram, içində qutular falan hər şey var. Sonra üst tərəfində görən nələr var, kameradan baxıram. Baxın, qaldırdım bunu. Üst tərəfində də qutular var. Otağın hər tərəfi qutudur. Sonra nəyə göstərə bilərəm? Burada belə bir şey yoxdur. Burada aboy var bir dənə. Mənim arxa planım, baxın. Videolarda mənim arxamda olan həqiqətən ən çox sevdiyim yer burasıdır belə. Arxa plan olaraq çox yaxşıdır bura. Sonra başqa belə bir şey yoxdur. İndi keçək bura. İndi bura keçək. Belə bir stol var. Çox əlverişli bir stoldur. Yəni hər şeyim sığır bura. Sonra burada belə bir stul var, oturduğum. Bunu 2 ildir istifadə edirəm və heç bir problemi yaşanmayıb. Sonra bu tərəfinə keçək. Burada belə bir mikrofon var. BM800 odaqlasın bunu. BM800 deyə bir mikrofon var. Üzərində də pop filter var. Burada da belə bir mikrofon standı var. Videolarımda bunu qoyuram və videolarımda istifadə elədiyim. Bunu belə yaxınlaşdırıram və səs qeyd eləməyə başlayıram. Bu tərəflərdə duxu falan var, normal. Belə bir monitor var burada. Monitor deyil, əslində televizordur və o qədər yaxşı bir televizor deyil. Bunu işlədirəm, amma gözümü çox ağrıdır. Bəlkə təsirini alaram, amma almaq da istəmirəm.
Sony'nin belə bir televizordur. Bəlkə modelini yazaram, tapsam. Sonra klaviatura var. Razer'in klaviaturası. Razer'in bir klaviaturası var. Bunu təxminən 2 ildir istifadə edirəm və hələ heç bir problemi olmayıb bunun. Rəngləri hər şey dəyişir proqram vasitəsilə. Göstərim o proqramı da sizə. Baxın, bu proqram vasitəsilə rənglərin dəyişmək olur. Məsələn, buradan bunun rəngini dəyişək. Belə eləyək. Belə elədim gördüyünüz kimi. Baxın, indi qırmızı belə açılır. Sonra belə eləyirsiniz. Baxın. Sonra beləsi var. Hansına basırsınız, o yanır. Rənglərin falan dəyişmək olur buradan klaviaturanın. Və onun yanında bir Razer mouse var. Bunun da rənglərin həmin proqramdan dəyişmək olur. Mən dəyişim məsələn bunu rəngini söndürdüm. Baxın, söndü rəngi burasının. İndi o bir tərəfində rəngi söndürəcəm indi. Baxın, söndü. Bunları sonra belə eləmək olur. Onu da eləyim. Baxın, rənglərini dəyişdim. Özü rənglərini dəyişir yavaş-yavaş. İndi çəhrayı rənglədir. Baxın, dəyişəcək indi. Baxın, indi dəyişəcək. Baxın, narıncı oldu indi. Narıncıdır. İndi sarı oldu. Belə dəyişir rəngləri. Ondan sonra belə bir mənim işığım var. Videolarda istifadə etdiyim işıq. Baxın, bu. Bu işıq həqiqətən çox yaxşı bir işıqdır. Baxın, bunu çıxardırsınız belə, zaretka ilə. Zaretkasını çıxardırsınız. Baxın, yanır buradan. İşıq çox güclü bir işıqdır. Həqiqətən bəlkə də bunu bir dənəsi mənə bəs eləyir mənə bir dənəsi bunun. Belə 4 belə yanır işıq. Və bunun da qıraqlarında belə rəng dəyişdirmələri var. Hansı tərəfinə basırsınız, o rəng yanır. Belə, o belə yansın, sarı rəng yansın. Onun yanında belə bir işıq var. Pult var. Bu pult nədir? Baxın indi. Gördüyünüz kimi bu stolun altındakı işıqdır bu. İstədiyiniz rəng eləmək olur bunu. Baxın. Stolun altında işıqdır bu. İndi bir dənə işıqları söndürək. Baxın, indi o qədər də belə işıqlar tam sönmədi. Odaqlayayım bunu. Netlədi kamera. İndi baxın, ağ rəng eləyir məsələn. Mən çox vaxt ağ rəng işlədirəm belə. Baxın, dəyişir burada. Sonra bunu, baxın, buna basanda rəngləri avtomatik öz-özündən dəyişir. Belə qalsın bu. İndi yem işığı yandırım. İndi təzədən bura gəldik. Burada belə bir telefonum var. Normal bir telefon, iPhone 6. Bu belə. Ondan sonra işığı göstərdim. Mouse-la klaviaturanı göstərdim. Belə bir Razer nauşnikim var. Baxın, nauşnika. Razer nauşnik. Razer Hammerhead Pro. Bunu da çoxdan almışdım. Həqiqətən, yəni heç bir problemi yoxdur. Bunu neçə ildir işlədirəm. Hələ heç bir problemi görməmişəm. Sonra bunun üstündə belə bir şey var. Fenerbahçe, Galatasaray logoları. Və burada bir işlətmədiyim kameram var. Bu nə üçündür? C170'dir. Bu Logitech'in ilk çan kameralarındandır. Mən bunu alanda yaxşı kamera kimi almışdım. Amma heç bir, bəlkə də dünyada ola biləcək ən zəif çəkən kameradır bu. Onun altında mənim əfsanəvi bir kompüterim var. Gördüyünüz kimi içində işıqlar var və bu işıqları da proqramı ilə dəyişmək olur içində. Baxın, bu işıqların hamısını proqramla dəyişmək olur. Göstərim, bir də mənə görürsünüz. Proqramla bunların hamısını dəyişmək olur. Bunun da yığılma videosu kanalımda var ki, izləyə bilərsiniz. Bunun bu tərəfində belə bir Wi-Fi tapan var. Yəni bunu taxırsınız belə kompüterə. Yaxındakı Wi-Fi-ləri göstərir. Bunun altını göstərir. Məsələn, baxın, işıq belədir, işıqlar. Baxın, altındadır. Burada da mənim həqiqətən çox yaxşı elədiyim, baxın, buradakı şunurların altına. Normalda əslində bunu belə yığmasaydım, şunurlar çox olacaqdı. Mən bütün şunurları belə bir yerə toplayıb yığmışam. Səliqəli görsənir ona görə də. İndi kompüterimin funksiyalarını deyim sizə. Burada belə bir videokart var. GTX 1060 3 GB. Bununla burada bir videokart var MSI'nin. Altında belə bir qida bloku var. Hard disklər var 2 dənə. 3 TB hard disk var. 2 dənə RAM var. Özümü görürəm bu dəqiqə. Siz kompüteri yaxşı görəmirsiniz. Ona görə uzaqdan göstərəcəm ki, görə bilərsiniz. Baxın, buradakı videokartdır. Altında qida bloku burada. Burada da hard disklər var. Fan var burada. Bunun daha ətraflı bilmək istəyirsinizsə kanalımdakı videodan baxa bilərsiniz, kompüter videosundan.
Sonra nələr var? Bu Udnitel. Buradakı hər şeyin gücüdür, yəni kompüterin, monitorun, bu altdakı işıqların və s. Bu da bu pultundur. Bax, buradakı bu ağ şey. Bununla idarə edirsiniz bunu. Söndürək indi. Yəni, başqa da belə çox vacibli bir şey yoxdur. Nə lazımdır, hamısını göstərdim. İndi burada bir şkafları açaq, görək içlərində nə var. Burada bir dənə belə yolanda işlədiyim tripod var. Baxın, bu uzanır belə, ayağı falan da açılır. Tripod deyil əslində, bu selfie çubuğudur, amma mən bunu tripod olaraq işlədirəm. Çox adam da olsun, bunu tripod olaraq işlədir. Belə bir selfie çubuğu var. Onun yanında burada falan var. Sonra nədir bu? Bu USB-nin qablı içində yoxdur. Televizorun pultu var. Sonra bu selfie çubuğunun telefon taxmaq üçün olan yeridir. Sonra burada belə bir patennik var. Videolarımdan işlətdiyim patennik. İkinci tərəfini açaq. Bu nədir? Burada belə bir yaxan mikrofonu kimi bir şey var. Özüm düzəltmişdim bunu. Naşnikdən yaxan mikrofonu. Bunun altında Canon'un belə bir lensi var. Lensi uzaq videolarında, Rəşədə challenge-ları bununla çəkirəm. Çünki uzaqdan qoyuram. Çox yaxını çəkir. Belə bir əvvəlki kameram var. Bu açqı. Gözünüzə taxırsınız bu açqını. Ətrafınızda şeylər çəkir. Burada belə bir sıjkam var. GoPro kimi. Belə bir səs saldan var. Bununla Bluetooth-la bağlayıb arada. Sonra nə var? Burada hamımızın evində olan bir Bakı kart var. Sonra belə bir jajqal kanı doldurmaq üçün. İndi üçüncü tərəfində daha doğrusu GoPro'nun aksesuarları var. Yəni sıjkamın aksesuarları var. Kaburaları var bunun içində belə. Qırılmış bir stret çarxı var. Su keçirtməyən kabura var. Gördüyünüz kimi otaq vlogumuz bitdi. Göstərə biləcəyim hər şeyi göstərdim. Yəni YouTube'a aid olan hər şeyi göstərdim. Başqa bir şeyləri göstərmədim. Çünki YouTube'a aid deyildilər. YouTube'a aid olan hər şeyi göstərdim. Dediyim kimi bu videoya sizlərdən 2000-3000 like gözləyirəm. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. İndi başlayaq. 340 dənə komment gəlib. İndi bir-bir bunları oxuyaq. Toto Official, Totiko OO, MSP dərisi, Rico 407, Tanrıl Verdiyev, Mənalı Gözlüm, Vagif Yasov, Əli Məhəmmədov YT, Adil Nəcəfli, Fazil Zamanov, Vagif 3947, Nicat 96, Bağırov Orxan, Zahid Rəhmanov, Sadiqli Nil 8 YT, 2006 Zaur, Nağıyev Kamal 122, Aliağa Babayev, Yusif Abdullayev, Mehdi 0271, Maga Agilf, Tənha, sonra Turan Aslanov, Gamer Pro TV, Vako 225, İbrahimov Maga 2, Ülvi 1951, Niko Official, Seko 347, Seko, Vagif, hər şey dahil, Game of Azəri, 106 School, Game of Azəri təzdən oxudum, Ağayev Murad, Emin Rızayev, Aliyev Sadiq, Kaziyev 2005, Nurik, sonra Cavid 54, sonra Timsa, Qədim Qədimov, Rızayev 3569, Elşad 240, Kənan 599, Dörtgöz, 2006 Fərid, Nihad İbrahimov Official, Miliko Elşad 240, İsmail Məhəmmədzadə, Maga Babayev, sonra Kənan Məhəmmədov, Rəvan Orucov, Könül 1976, Ağayev Murad, Səlimzadə Ümid, Keni 2004, Babayev Ramal, Elsun Həsrətov, Bayramov 2004, Keni 2004, Nurabaszadə, Şahmar Quluzadə, Polad Xudiyev, Mehdi Azəri, Emiko Mov, Panakov, sonra Xasiyev, Sənan Yumor Baku, Asif Vasif 338, Maga Pro, Məhəmməd Toğrul 888, Azev Wrestling 2005, Bələdov, Rico 407,
Əli 765, sonra İsko Məmmədov, Rəşad 599, Tərlan, sonra Azad, Vakko Aliyev, Əli Məlikov 38, Nağızadə, sonra Kənan, Yusif, Əhməd, İskəndərli, Güləşdi Cako 204, Royal Salim, sonra Amirov, Vip Alik, Ülvi Məmmədli, Bad Boy, İbrahimov, Həsən Quliyev, Fatim Rızayev, Peyman Tahirov, Ülvi, Şirvanlı Official, Namik 215, Veto Müzik İfşa, Cavid Heydərov, Əli Əhmədli, Sadiq Məsidov, Okuş, Emil, Vüsal Həsənov, sonra Fidan, Prosta, Niko 277, Haziyev, Oruclu Abbaslı, Akif Əhmədli, Raqif, sonra İbadov Talib, Fəxəqani, Həsənov, Seyid Musa, Prosta Müşfiq Ramil, Quliyev, Alişqa, Süleymanlı, Abbas Elxan, No Quliyev, Haliyev, Qurbanov, EOF 666, Video 206, Bağırova Aydan, Məmmədov, Riko 407, Əziz Vəliyev, Heybətzadə Qədim, Leyla, Xəyal 1, Cengo Ebiş, sonra Koşkar Koş, Fedya, Zeynaddin, Mustafayev, Səmədli, Sezar Məmmədov, Fərid 9660, Elcan Babayev, Fərid 9260, təzən oxudum bunda, Maqsudov 22, Nadir Official, Müslüman 313, İslam Muradov, Quliyev 14, Elmar Zülfüqarlı, Kübra Vəliyeva, Sənən Vırəvan, Hüsü 717, Musa Rəsid Rəhmanlı, sonra Tərlan Sultanov, Məhəmməd, sonra Səyyad Əsədli, Ümid Süleymanlı, Əli Mərdan, Royal Abbasov, Məsud 871, Vaqif Tağızadə, Paşa Abbasov, Nihat Hüseynov, Elişqa Elmir Füzullayev, sonra Quluzadə Əyyub. Qutardım, həqiqətən çox uzun oldu. Oxumadıqlarım varsa üzürlü saysın. Dediyim kimi həmin o şəkilin altına yazanların adlarını yenə oxuyacağım. Çalışdığım qədər istəyirəm hamının adı videoya çıxsın.